Cənubi Koreyada kino sahəsində çalışan mütəxəssislər çox böyük bir araşdırma aparıblar və araşdırma nəticəsində onlar Cənubi Koreya hökumətinə ölkədə yayımlanan Türkiyə seriallarının yayımdan qaldırılmasını istəyiblər. Səbəb kimi Türk seriallarının Cənubi Koreyalıların psixologiyasını pozduğunu, onları əxlaqsızlığa sürüklədiyini önə çəkiblər və bunu təbii ki faktlarla sübut ediblər. Bu sözləri niyə deyirəm? Bilirsiniz ki artıq bir həftəyə yaxındır Türkiyədə 21 yaşlı gənc oğlanla 49 yaşlı onun sevgilisi olan qaynanası haqqında baş verən olay gündəmdən düşmək bilmir. Hətta ötən gün artıq onları həbsdə etdilər və qaynanasının hamilə olduğu da bəlli oldu. Bəli, öz fiziki qüsurlu qızının nişanlısıyla birlikdə olan qaynana sən demə artıq hamilədir və öz kürəkənindən uşaq dünyaya gətirəcək. Bir daha deyirəm, oğlanın 21, qadının 49 yaşı var və qadını efirdə dindirdiyi zaman aparıcı qadın bildirdi ki, soruşur ki, siz bu işləri necə törətdiniz, niyə etdiniz? Bildirir ki, biz diziləri seyr etdik, yəni seriallara baxdıq. Buna görə Türk seriallarının uzun müddətdir Azərbaycan insanının da mənəviyyatına çox ciddi mənfi təsir göstərməsi haqqında sosial şəbəkələrdə daim demək paylaşımlar edilir. Ondan dolayı mən bu videonu çəkməyi özümə borc bildim.